Deməli, informasiya təhlükəsizliyi deyəndə nə başa düşürük yoldaşlar? Burada da bəzi, belə deyək ki, nəzəri formada qeyd eləmişik biz bunu. Məlumat və informasiya sistemlərinə icazəsiz giriş, istismar, nüfuz etmə, pozulma, dəyişdirilmə, məhv edilmə kimi hallardan qorunma prosesi başa düşülür. Ümumiyyətlə, mən bunu belə qısaca bir tərif verim ki, belə deyək də, süni formada yaradılan kənar təsirdir. Aydın oldu. Yəni informasiya təhlükəsizliyinin pozulması süni formada yaradılan kənar bir təsirdir. Çünki o kənar təsir də kim yaradır? Təbii ki, bizim belə deyək ki, görə bilmədiyimiz bəzən gördüyümüz, çox hallarda görə bilmədiyimiz bir viruslar da belə deyək. Aydın oldu. Yəni o virus kompüterə düşür, sən məlumatları ələ keçirir. Ələ keçirməsə belə kompüteri məhv edir, sıradan çıxardır. Hər hansısa proqram təminatına daxil ola bilmirsiniz və s. Və yaxud da ki, fərdi məlumatları ələ keçirməyə çalışır. Yəni sənə aid olan məlumatları. Yəni informasiya təhlükəsizliyi bu deməkdir ki, biz bu qeyd elədiyimiz hallardan qorunuruq. Yəni informasiya təhlükəsizliyi ümumi bu halların qarşısının alınması başa düşülür. Bayaqda saxlayın. Yəni informasiyanın kənar belə deyək də, kənar sistemlərdən icazəsiz qorunması və ya pozulma hallarının qarşısını vaxtında alınması bu informasiya təhlükəsizliyidir. Aydın oldu. İnformasiya mühafizəsi. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir. İnformasiyanın kompleks mühafizə sistemi 4 qrupa bölünür. Təşkilati mühafizə, proqram aparat mühafizəsi, mühəndis texniki və qanunverici. Hər vaxtı səsi bağlayaq yoldaşlar. Səsi bağlayaq. Dedik, kompleks mühafizə sistemi 4 yerə bölünür və bunların adlarını yadda saxlayacaqsınız. Bununla bağlı hələ ki, ciddi bir məlumat yoxdur. Yəni, yerləşdirməmişə ehtiyac yoxdur. İnformasiya təhlükəsizliyinin qorunması ən çox yayılmış 3 əsas xüsusiyyətə əsaslanır. Hansı ki, bu ingilis dilində burada qeyd olunub, triad. Deməli, konfidensiallıq, buna həm də məxfilik deyirik, tamlıq və əlçatanlıq. İndi burada qeyd eləmişəm hamısını. Məxfilik nə deməkdir? Yəni, informasiya məxfiliyi o deməkdir ki, sən məlumat başqa şəxslərə əlçatan deyil də. Aydın oldu. Və təbii ki, başqa şəxslərə, yəni səndən başqa olan şəxslərə əlçatandırsa, artıq orada informasiya məxfiliyi pozulmuş hesab olunur. Hansı ki, bura nəyi misal göstərə bilərik? Burada qeyd eləmişik. Bank hesabları, vergi məlumatları, nə bilim, tutaq ki, tibb müəssisələrində pasiyentlərin vəziyyəti haqqında, yəni bu sənə aid olan bir xüsusiyyətdə. Əgər başqası bunu bilib sənə qarşı başqa bir, belə deyək ki, təhlükəli vəziyyət yaradırsa, artıq informasiya məxfiliyi pozulub. Yadda saxlayın. Bu tərif olaraq da birinci cümləni yadda saxlamalısınız, çünki tərif olaraq düşür bunlar. İnformasiya məxfiliyi məhdud dairədə onun bəlli olmasını ifadə eləyir. Tamlıq. Tamlıq termini orijinallığa etibar edir. Bu bir dəfə qəbula, dövlət qulluğu qəbuluna belə düşmüşdür bu cümlə olduğu kimi. Tamlığı qorumaqla həm icazəsiz dəyişikliklərin qarşısını ala bilərik, həm də səlahiyyətli dəyişiklikləri geri qaytarma qabiliyyətinə sahib olmalıyıq. Yəni, informasiyanın tamlığını qorumalıyıq ki, müəyyən bir formada kənar şəxslərin əlinə keçməsin. Aydın oldu. Bu sistemlər istifarəsi hərəkət. Burada yazıb ki, məsələn, misal olaraq nümunə. Əməliyyat sistemlərində, faiz sistemlərində tamlığa nəzarət etməyə imkan verən mexanizmlərdir. Yəni, faiz sistemlərini demək istəyirdim. Çünki bu sistemlər istifarəçi hərəkətlərini idarə etmək üçün icazəsiz dəyişikliklərin qarşısını alır. Fikir verirsiniz. Yəni, hansısa ki, sən girib parametrdə nəyisə dəyişmək istəyirsən və ya indi sən özün dəyişmək istəyirsən, o başqa məsələ. Çünki sən administrator rejimdə işləyirsən. Amma kimlər ki, qonaq olaraq, sifarişçi olaraq qoşulur, onlar heç bir parametri falan dəyişə bilməzlər. Çünki müəyyən bir məhdudiyyət rejimləri var da, bildiniz. Növbəti əlçatanlıqdır. Əlçatanlıq deyəndə lazım olan məlumatların əldə edilməsi. Elə yoldaşlar, əslində adı üzərindədir. Əlçatan nə deməkdir? Yəni, sən bunu əldə edirsən, aydın oldu. Onda bu da informasiyanın, belə deyək ki, müəyyən bir təhlükəsizliyini, yəni məxfiliyini pozur. Yəni, burada da əlçatanlıq itkisi məlumatların əldə edilməsinə
imkan verən zəncirdə istənilən yerdə müxtəlif fasilələrə istinad edərək güc itkisi, əməliyyat sistemi problemləri və fikir versiniz. Tətbiq problemi, hansı ki, nəyisə tətbiq eləmək istəyən alınmır. Şəbəkə hücumları ən çox gələ bilən internet üzərindən sistemin uzlaşması ilə nəticələnə bilər. Xarici tərəflərdən qaldırılan bu kimi məsələlərə DOS hücumlar deyilir. İndi o DOS hücum nədir? O mən sizə şəkillə göstərəcəm. Düzdür, burada mən onu qeyd eləməmişəm əslində. İndi onu mən sizə göstərəcəm o DOS hücumunun şəklini. Nə də yoldaşlar, indi aranızda yəqin ki, informasiya təhlükəsizliyi oxuyanlar var, bilərlər ki, o DOS hücumu necə olur. Deməli, orada belə bir proses olur ki, eyni zamanda bir kompüterin üzərinə, bu bir sizə nə oxşuyur? O kimlənsə elə bir ki, təsəvvür edin ki, indi oğlanlar bilirlər də. Kimlənsə söhbətə getsən tək, amma üzərində 5 nəfər gəlir. Bildiniz necə? Sən tək getsən, amma 5 nəfər gəlir. Bu DOS hücum budur. Çünki orada proses belə olur. Attack deyirlər də ona, attack. İndi göstərirəm burada. Deməli, məsələ nədir? Bax, burada bir, belə deyək də, bir bot var, idarəedici var da əsas, bildiniz. Bayazı burada, attack eləyir, idarəedici var. O idarəedici nə edir? 5 dənə server üzərindən, bayazı DNS resolver yazılır. 5 dənə server üzərindən sənə hücum eləyir. Fikir verirsiniz. 4 dənə daha doğrusu. Yəni, eyni zamanda elə bir ki, bir kompüterin üzərinə 4 yerdən hücum gəlir. Fikir verirsiniz. İndi bunun istərsəməz ola bilər ki, sən nəyinsə qarşısını ala bilirsən müəyyən bir formada. Amma digərlərin qarşısını alma şansın ola bilməz. Yəni, olsa belə də çox az, belə deyək də, istinadda ola bilər. Məsələn, fikir verin, müxtəlif şəkillər var. İdarə edici var. Burada bir dənə göndərir, attack eləyir, göndərir, kontrol edir, idarə eləyir bu. İdarə eləyir. Deməli, bir kompüter üzərinə bir neçə yerdən belə deyək ki, şeylər gəlir. Nədir? Təhlükəli vəziyyətlər gəlir. Aydın oldu. DOS hücum budur. İndi burada da qeyd eləmişik ki, DOS xidmətdən imtina hücumu adlanır. Şəbəkə hücumunun bir növü kimi sayılır. Website, server və digər şəbəkə resursunun normal işini pozmaq, çətinləşdirmə məqsədli həyata keçirilən, belə deyək ki, bir təhlükəsizlik sistemidir. Daha doğrusu təhlükəli bir vəziyyətdir. İndi yoldaşlar yazıb ki, burada. Bu zaman serverə xidmət tələbi ilə çox sayda sorğular gəlir. Server kimdir? Bayaq o hücum gələn kompüter var idi. Deyil bu. Aşağıda göstərib bu. İndi qulaq asın. Buna aid sizə bir dənə nümunə seçəcəm. İndi biləcəksiniz. Yazıb ki, server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf eləyir. Sorğuların müəyyən axınının qarşısında isə tab gətirmir. Gördünüz? Niyə? Çünki eyni zamanda kompüterə bir neçə yerdən müdaxilələr gəlir. Bu da ona tab gətirə bilmir istər-istəməz. Yazıb çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədli edilir. Yəni, gəlir gətirən xidmət dayanır, providerdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Aydın oldu. Yəni, bunun qarşısını ala bilmirlər. Bir qədər çətin olur. Bunu biz ən çox da rast gələ bilərsiniz banklarda. Aranızda əgər varsa banklarda işləyən IT şöbələrində və s. onlar bilirlər. Çünki bir-iki dəfə belə hadisələr olur da. Banka elə bir ki, hər hansısa tutaq ki, şəxsdir, bank hesabında pulu var, əmanəti var, düzdür mü? İndi o kart hesabına görə bankda yerləşsə bunların hamısı bir sistemdə dayanır da bunlar. Yəni ki, aranızda bilənlər olar. Burada elə bir ki, çoxlu sayda xarici ölkələrdə bu attack var da bayaq. Yəni bir neçə hücum növü göndərilir. Bunlar göndərirlər və sistem ona tab gətirə bilmir bəzən. Kimlərisə əlavə pulu çıxır. Aydın olduğu hesablarından. Rəbci kimlərisə kartlarına əlavə pulları çıxır hesablardan. Və təbii ki, bank düzdür, bankda IT şöbəsi var, mütəxəssislər var o sahədə. Amma bəzən bu bilirsiniz necə olur? OTP kodlar olur. OTP kod olur, OTP. Bildiniz OTP kodu nədir? 6 rəqəmli kod gəlir. Adi mən sizə şəxsi kabinetdə geri qaytaranda parol gəlir. Bu nömrənizi falan bilmirsiniz. Kod gəlir ki, kodu bərpa eləməyə. OTP kodu gəlir axı. 6 rəqəmli, 10 rəqəmli. Bu OTP kodlardan istifadə edib kod göndərirlər. Sən nə fikir vermirsən, götürüb kodu yazsan, ona da kartdan məlumat çıxır və ya avtomatik açıq olur deyə məlumatı və ya müəyyən bir məbləği çıxarda bilir kartdan. Bildiniz? Ya bunların hamısı informasiya təhlükəsizliyini pozur təbii ki. İnformasiya təhlükəsizliyinin idarə edilməsi, informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığını təmin etmək üçün təhlükəsizlik tədbirlərinin planlı və sistemli şəkildə idarə olunmasıdır. Praktik nümunə olaraq da yenə burada qeyd olunub. Təsəvvür edin ki, bir bank öz müştərilərinin məlumatlarını qoruyur ki, bu belədir. Bu sadəcə güclü parol tələb etmək deyil. Fikir versiniz yoldaşlar. Bank riskləri də
qiymətləndirilməli, təhlükəsizlik siyasətləri yaratmalı, firewall və şifrələmə sistemləri qurmalıdır. Əməkdaşları təlim keçməli, daim monitorinq aparmalı və baş verə biləcək hadisələrə cavab planları hazırlamalıdır. Fikir verirsiniz? Mən dediyim budur da. Yəni ani halda, bir neçə halda müdaxilələr gəlir kompüterlərə. Bildiniz nə demək istəyirəm? Müdaxilə gəlir və IT şöbəsində oturan o şəxs artıq bilməlidir ki, müdaxilə hardan gəlir və bunun istənilən halda onun qarşısını almalıdır. Qarşısını almasa, onda vətəndaşların müəyyən sayda məbləğləri əldən çıxacaq. Bildiniz nə demək istəyirəm? Yəni oğurlanacaq, belə deyək. Sonra gəldik burada zərərli proqram təminatları var. Malware adlanır. Deməli, proqram təminatlarda, yəni bunlar proqramlar istifadəsinin xəbəri və razılığı olmadan kompüter sistemlərinə, şəbəkələrə məlumat zərər vurmaq, onları pozmaq, oğurlamaq, nəzarəti ələ keçirmək məqsədilə yaradılan proqram təminatlarıdır. Bunlardan bir neçəsinin adlarını vermişik. Yəni zərərli proqram növlərindən. Viruslardır, məlum məsələdir. Faillərə qoşularaq məlumçu, yəni sistemi zədələyən proqramlar. Sonra yoldaşlar, kurtlar var, worms. Maraqlı bir ifadədir. Şəbəkə vasitəsilə öz-özünü yayılan zərərli proqramlardır. Fikir verirsiniz. Təbii ki, internet üzərindən baş verə bilər. Çünki internet və ya lokal şəbəkə o da mümkündür. Sonra Troyanı demişdik yadınızdadırsa. Gizli fəaliyyət göstərir. Sonra spyware var. İstifarəsi məlumatları gizli şəkildə izləyib toplayandır. İndi qulaq asın. Spyware toplayır. Amma bu hər hansısa bir zərər göstərməyə də bilər. Bu sizin eləyir əslində. Məlumatı toplayır. Bizi kimə göndərir? Biz ona şey deyirik, təbii ki, kiber cinayətkar. Məlumatı toplayıb kiber cinayətkara göndərir. O da müəyyən bir təbii ki, belə deyək ki, zərərli müdaxilələr etməyə çalışır kompüterə. Sonra adware var. İstənməyən reklamlar göstərən proqramlardır. Bunu siz də görə bilərsiniz. Bu Google-a falan girəndə, hər hansısa saytlara girəndə reklamlar gəlir proqramlarda. Görmürsünüz? Yəni halbuki lazım olmayan bir reklamda önə çıxır. Sonra ransomware var. Məlumatları şifrələyib açmaq üçün ödəniş tələb edən proqramdır. Deməli, bu nə edir? Məlumata şifrə qoyur. Ya sən o şifrəni yazıb, tutaq ki, elə bir ki, təsəvvür edin ki, mən sizə bir PDF göndərirəm, amma PDF-i daxil olub basa bilmirsiniz. Şifrə tələb edir. Sən o şifrəni yazmalısan ki, o PDF açılsın, düzdürmü? Bu da işi görür. Amma bir şey var. Sən o şifrəni yazıb açanda, ola bilər ki, sən həmin anda elə bir ki, sən şifrəni kompüter telefonu üzərindən yazsan axı. Düzdürmü? Klaviaturada yazdığın rəqəmləri izləyir. Aydın oldu. Çünki klaviaturada izləmə bir proqramlarda var. Də aşağıda yazmışam. Keylogger var. İndi deyəcəm onu sizə. Məlumatları götürür, parolu. Onu başqa məqsəd üçün istifadə edə bilər sənə qarşı. Əks olaraq. Sonra rootkit var. Rootkit nə üçündür? Əməliyyat sisteminin sistem faillərinə sızaraq təcavüzkara kompüter üzərindən səlahiyyətli təmin edən zərərli proqramdır. Artıq bu nə deməkdir yoldaşlar? Əgər əməliyyat sisteminə sıza bilirsə, deməli kompüter elə keçirib də. Bu mənası o deməkdir. Çünki kompüter idarə edən əsas proqram əməliyyat sistemidir. Sonra gəldik, burada keylogger var. Yine testdə suallar göstərəcəm bunlarla bağlı. Yazır ki, klaviatura vasitəsilə daxil edilən bütün... Bax, keyboard nə deməkdir? Klaviatura. Oradan tuta bilərsiniz bu. Klaviatura vasitəsilə daxil edilən bütün məlumatlar, ziyarət edilən web saytlar, e-post yazışmaları, digər sistem məlumatlarını toplamaq üçün yazılan casus proqramdır. Aydın oldu, yəni ziyanlı. İndi bu rootkitdir, nə bilim ransomware'dir və s. Bunlarla bağlı testdə suallar da var. Onunla bağlı mən sizə sualları göstərəcəm. Yəni mən də bilin də suallar necə düşür. Deməli bir dəqiqə. Müəllim, Bəli. sualları ata bilərsiniz. Atmısınız. Sualları atmamışam, göndərəcəm hocam. Birazdan göndərəcəm. Zəhmət olmaz. Deməli, keylogger axtarışda yazaq. Aha, gəldi. Deməli yoldaşlar, mən burada sualda qeyd eləmişəm. O zaman testini mən yığmışam da burada. Materialda testi mən yığmışam. Deməli, yazıb ki, məsələn, tərif olaraq da keylogger proqramın xüsusiyyəti hansıdır? Bax, mən yenə deyirəm. Keyboard, klaviatura, oradan tuta bilərsiniz. Bax, B bəndinə yazılıb. İndi mən sizə bir söz deyim. Ola bilər ki, nəzərdə tutursunuz ki, bəlkə burada söz oyunu olar. Yoldaşlar, informatikada söz oyunu olmayacaq. Yəni, konkret bir sözə görə tuta biləcəksən ki, bunun tərifi nədən, yəni nədən söhbət gedir bu tərifdən? Aydın oldu.
Yəni narahat olmayın, fərqli bir şey görməyəcəksiniz. Burada nə varsa odur. Çünki mən ədəbiyyat siyahısına uyğun yığmışam bunların materialını. Sonra bizim orada rootkit də vardı. Onunla bağlı sual var. İndi mən göstərməyə çalışacağım. Dəqiqə. Deməli, Müəllim, məsələn, o K-Longer var idi, həmin o sual. nə var idi? Orada biz indicə baxdıq suala, Hə, 35 sual. Oradakı B bəndində biz hansı sözə görə tapdıq onu? klaviatura. Keyboard. Klaviatura deməkdir. Oradan tut. Aydın. Sonra, məsələn 33-cü sualda. Bu proqram əməliyyat sistemlərinin sistem fayllarını asılaraq təcavüzkara kompüter üzərindən tam səlahiyyətli. Bu rootkitin işidir. Aydın oldu. Ne qalanların hamısını izah edəcəyik. Domain spotting, nə bilim, fidya proqramlar və s. İndi elə şey var ki, nəzəri donur, öyrənməsiz elə şey var ki, orada izah vermək olur. Ya da hansısa bir yoldan yadda saxlamaq olur, onlar deyəcəm. Yeni yoldaşlar, bu proqramların, zərərli proqramların, yazıb yayılma yolları, zərərli proqramlardan qorunma yolları. Yayılma yolları odur ki, elektron postdan gələ bilər, yoluxmuş veb-sayt ola bilər, qanunsuz proqramlar və ya fayl yükləmələri USB daşıyıcılar vasitəsilə. Təbii ki, başqa yollar da var bəlkə də. İndi mən olan bir təxmini belə idi, yadımda olan yolları yazmışam. Bunlardan qorunma üsulu budur ki, antivirus və ya təhlükəsizlik proqramlarından istifadə, proqramların mütəmadi yenilənməsi, şübhəli link və fayllardan uzaq durmaq və məlumatların ehtiyat nüsxəsi, backup'ını yaratmaq. Backup bilirsiniz nədir? Hansı ki, eyni məlumatı bir dəfədə saxlayırsan, məsələn, müəyyən bir iCloud-dumu, Google Drive-dumu və s. Bu, belə də versiyalardan istifadə edirsən. Növbəti gəldiyi yoldaşlar. WannaCry və Petya ransomware viruslarına mühafizə üsulu. Bunlar viruslardır. İndi qulaq asın. Bu da düşür qəbul sual kimi. Hətta dövlət qulluğuna bir dəfə düşür sual kimi. Deməli, burada nədən söhbət gedir? Burada nədən söhbət gedir? Mən nə qeyd eləmişəm burada? 2017-ci il may ayında yazıb geniş yayılmış və SMB protokoluna aşkarlanmış boşluqdan istifadə edən WannaCry ransomware virusunun qarşısını, deməli belə bir çətin virusu var imiş qulağısına. Bu virusun qarşısını malware texnikli bir IT ekspertin zərərvericidə kill switch aşkarlanması ilə almaq mümkün olmuşdur. Yəni virusun qarşısını almaq mümkün olub. Amma necə? Yine deyir onu burada. Yazıb ki, zərərverici əvvəlcə belə bir domenə daxil olub. Fikir verirsiniz. Burada .com var ha. Təsəvvür edin ki, belə bir şey var. Belə bir sayt adı var. Bu boyda uzunluqda. Mən qırmızı qələmlə qeyd eləmişəm. .com düşməyib. Nəysə bilmirəm. Niyəsin onu qırmızı qeyd eləmişəm. Zərərverici əvvəlcə, zərərverici kimdir? Hansı ki o bədniyyətli şəxs. Bu domenə müraciət edərək onun qeydiyyatda alınmış olduğunu yoxlayırdı. Əgər domen qeydiyyatdan keçməyibsə, virus faylları şifrələməyə başlayırdı. Fikir verirsiniz. Elə bir ki, virus əgər bilsiz nə söhbət yollarsa, bu domenə girir. O zərər verici şəxs. Yəni bu ünvanı daxil olur. Sayt ünvanıdır, elə bir ki, hansısa. Domen ünvanıdır. Baxırdı ki, əgər qeydiyyatdan keçməyibsə domen, virusları şifrələməyə başlayırdı. Virus faylları, elə bir ki, kompüter virusu faylları şifrələyirdi. Əks halda fəaliyyətini dayandırırdı. Çünki bilir ki, əks halda qarşısı alınacaq. Tədqiqatçı həmin domeni qeydiyyata almaqla virusun fəaliyyətini dayandırmağa nail olmuşdur. Fikir verirsiniz. Çünki qeydiyyata alanda virusu görə bilir axı. Virus elə bilirdi ki, virus nə edirdi? Deməli, tutaq elə bir ki, mən zərər verici şəxsəm, düzdürmü? Mən bu domenə girirdim, baxırdım ki, heç bir qeydiyyat yoxdur. Başlayırdım faylları şifrələməyə. Sonradan görür ki, hər hansısa bir qeydiyyat var. Bildiniz necə? Çünki o tədqiqatçı kimdir? Virusun qarşısını alan şəxsdir. Deməli, onda virus fəaliyyətini dayandırmağa nail olur artıq. Yəni, virus qeydiyyatdan keçsə belə, yəni qeydiyyatdan keçməyə çalışır, bu zərər verici. Bu tədqiqatçı da görür ki, bu qeydiyyatdan keçib. Avtomatik anda onun fəaliyyətini dayandırır. Artıq virus heç bir, belə deyək də, zərər verici bir rol oynamır. İndi bizə yazıb ki, məsələ burasındadır ki, zərər verici prosesin icraya başlama zamanı C.Windows ünvanında, yəni C diskində, Windows ünvanında, Windows qovluğunda Perfect adlı failin mövcudluğunu yoxluyurdu. Fikir verin, deməli özünün bir faili var imiş, görürsünüz. Özünün fail düzəldib də, qovluq düzəldib. Əgər fail artıq mövcuddursa, virus sistemin artıq yoluxduğu qənaətinə gəlib, təkrar əməliyyat aparmamaq üçün fəaliyyətini dayandırır.
Gördünüz. Amma yox, əgər o fail yoxdursa, onda belə deyək ki, fəaliyyətə keçirdi. Yəni bu virus, bu WannaCry virusu, bunun qarşısını ancaq tədqiqatçı dediyimiz kimi, bu da mən daxil olub qeydiyyatdan keçəndə qarşısını ala bilirdi. Əks təqdirdə çətin məsələ idi. Və təbii ki, Windowsda, C diskində, Windows ünvanında Perfect adlı fail varsa, onda yox, mövcudluğunu yoxlayırdı. Məsələn, qəbul edirsiniz, sual kimi düşə bilər bu. Deyəcək ki, WannaCry virusu, bu virusu Windows, yox, C disk, C Windows ünvanında hansı failin mövcudluğunu yoxlayır? Belə bir sual düşə bilər. İndi variantda məsələn müxtəlif fayl adları yaza bilər. Məsələn, informatika, nə bilim, tutaq ki, başqa bir malware adı yaza bilər, başqa bir adlar yaza bilər. Orada perfect adlı fayl. Bunların hamısına fikir vermək lazımdır. Yəni söz olaraq, ad olaraq bu düşə bilər. Gəldik eyniləşdirmə, autentifikasiya, bir də avtorizasiya. Əslində eyniləşdirmə ilə autentifikasiyanı, avtorizasiyanı siz şeydə gördünüz hə? Bilirsiniz harda? Sizi qəbula qeydiyyatdan keçirdim mən. İndi əksəriyyətinizi keçirmişəm də, özünüz bilirsiniz. Bunları orada görmüsünüz. Necə gördünüz yoldaşlar? Orada siz gördünüz ki, mən sizin fin koduvu yazdım. Fin koduvuzu. Fin kod bilirsiniz nədir burada? Eyniləşdirmə fin kodda identifikasiya. Autentifikasiya sizin parolunuzuydu. Avtorizasiya sizin o asılan səhifəniz vardı. O möhtəşəm şəkiliniz, nə bilim, məlumatlarınız. Bu avtorizasiya oydu. Aydın oldu. Yəni sizin məlumatlarınız, belə deyək. İndi mən burada qeyd eləmişəm nümunə. Elə özümü. Sadə nümunə ilə eyniləşdirməyə yazmışam ki, qapıya yaxınlaşıb mən Əyyubam deyirsiniz. Yəni öz adımı yazmışam. Bu eyniləşdirmədir. Yəni dediyimiz kimi, həm də məsəl üçün dediyim kimi fin kod da misal göstərə bilərik. Fin kodumuz. Autentifikasiya şəxsiyyət vəsiqənizi göstərib həqiqətən Əyyub olduğunuzu sübut edirsiniz. Aydın oldu. Artıq bu şeydir, paroldur. Sən fin kodu yazandan sonra parolda yazmalısın axı. Aydın oldu. Yəni başqa bir nümunə kimi göstərəmə yollar sizə. Avtorizasiya içəri girəndən sonra hansı otaqlara daxil ola biləcəyiniz müəyyənləşdirilir. Fikir verdiniz. Yəni belə çıxır ki, sən artıq daxil olmusan sistemə, istəyirsən şəxsi məlumatlara gir, istəyirsən əlaqə məlumatlarına gir. Elə deyil yoldaşlar, elədir də. Görmüsünüz də yanımda olanda, mən sizi qeydiyyatdan keçirdəndə. Artıq avtorizasiya sənin açılan səhifəndir. Hansıdan istəsən daxil ola bilərsən. Aydın oldu. Yəni avtorizasiya, belə deyək ki, sənin məlumatlarındır artıq. Sənin səhifən, belə deyək. Sənə açılan səhifən. Və bu eyniləşdirmə, autentifikasiya, avtorizasiya bunları misal göstərə bilərik. İndi bununla bağlı suallar var. Testdə mən sizə sual göstərəcəm. Gəlin görək testdə nə kimi suallarımız var. Hadi burada bir dənəsi var elə. 34-cü suala baxın dənə. Yazıb ki, subyekt tərəfindən təqdim edilmiş eyniləşdirmə məlumatlarının yoxlanılması prosesidir. Deməli yoldaşlar, subyekt nədir? Subyekt dediyimiz də burada göstərdiyimiz. Subyekt bilsiz burada nəzərə tutur? Subyekt eyniləşdirməni nəzərə tutur. Yəni, hansı ki fin kodu. Subyekt tərəfindən təqdim edilmiş eyniləşdirmə məlumatlarının yoxlanılması da yazıb eyniləşdirmə. Eyniləşdirmə hansıydı? De birinci. Yəni fin kod. Fin kod məlumatları yoxlamaq üçün biz nə etməliyik? Autentifikasiya, parol yazmalıyıq. Aydın oldu. Bunu yadda saxlayın. Sonra bununla bağlı yeni sual olmalıdır. Mən sizə göstərəcəm onu. Deməli. Yox, belə bir sual kimi var. Məsəl üçün 27. Yazıb informasiya təhlükəsizliyi baxımından istifadəçinin hər hansı sistemə girişi hansı anlayışlar özündə birləşdirir? Yoldaşlar, biz hər hansı sistemə girmək üçün nə etməliyik? İdentifikasiya, yəni 1. Düzdürmü? 1, 4, 5. Autentifikasiya və avtorizasiya. Bəli, bunları yazmalıyıq. Aydın oldu. Yəni, yadda saxlayın. Düşə bilər bu sual. Bu sualın düşmə ehtimalı çoxdur. Çünki bu baza suallarına da var. Düşə bilər, maraqlıdır. Sonra məsələn, 14-cü sual. Bizə deyir ki, əvvəlcə belə bir domenə girirdi. Bu xüsusiyyət hansı proqramlara aiddir? Deməli, WannaCry, Petya, ransomware virusları.
Aydın oldu C variantı. Sonra belə bir sual var, 18-ci sual. İdentifikasiya və autentifikasiya əməliyyatlarından sonra şəxsin müəyyən olunmuş səlahiyyətlərindən istifadə etməsinə əsaslanan prosesdir. İndi yoldaşlar, identifikasiya, autentifikasiyadan sonra nə gəlirdi? Yəni sən fin kod da yazdın, parol da yazdın. Artıq nə gəlir? Avtorizasiya. Avtorizasiya, yəni sənin səhifən. Efendim. Yadda saxlayın. Aydın oldu. Yəni sənin səhifən. Doğru cavab D variantı. Bunları dedik. Deyəcəyimiz məlumatlar qarşıdadır. Sonra yazıb özündə orijinallığa etibar eləyir. Bu xüsusiyyəti qorumaqla həm də icazəsiz dəyişikliklərin qarşısını ala bilərik. Nədən söhbət gedə bilər sizcə? Bayaq dedik. Pamuk. Pamukdan. Tamlıq. Bəli. Tamlıq. Bu sual düşmüşdü bir dəfə şeydə dövlət qulluğunun qəbulunda. Ola bilər ki, burada da düşür. Çünki eyni şeydir. Ən azından bazada var o sual. Yaxşı, davam eləyək, görək nə var bundan sonra. Gəldi yoldaşlar, informasiyanın biometrik mühafizə sistemləri. Əslən bunu bilərsiniz, sadə bir şeydir. Düşünürəm ki, amma bunu bilər. Bioloji xüsusiyyətlər nədir? Kimliyi müəyyən edir, elə deyil. Barmaq izinə görə tanınma, buna həm də daktiloskopiya deyirlər. Gözün qüzeyli və İkinci tonlu sınavda da var idi müəllim bu. inşasına görə tanınma, bəli. Nitqin özəlliyinə görə tanınma, üz tanıma və ovuza görə tanıma. Bəli, sınavda da var. İndi barmaq izinə görə tanınmanı hamı bilir də. Onsuz buna ilə bağlı bir fərqli bir şey gözləməyin. Uzaqbaşı deyəcək ki, informasiyanın biometrik mühafizə sistemlərinin seçin. Yəni ciddi bir şey yoxdur burada onsuz. Sadəcə hansı tanınma üsulları var, onların adlarını yada saxlayın, yaxşı mı? Yəni adlarını bilsəz bəs. Bəzilərini bilirsiniz onsuz. Korporativ kibergigiyena. Deməli, kibergigiyena nədir? Adı üzərində. Deməli, yollarsa, burada mən sizə belə deyim də, konkret nədən söhbət gedir? Konkret ondan söhbət gedir ki, hansı ki, bu böyük ölçülü deməyim də, bu hansı ki, böyük, nəhəng şirkətlər var, nə bilim, tutaq ki, Azərsundur, nə bilim, digər Veysaloğlu, şirkətlər var da, böyük, yəqin ki, bilirsiniz, hansı ki, özəl şirkətdir. Bax, kibergigiyena, bu böyük, belə deyək də, təşkilatlar, şirkətlərə belə deyək, o qəsli, təsirli şeylər göstərirlər, viruslar yönəldirir. O viruslarla bağlı, onların qarşısını almaqla bağlı olan bir sahədir. Aydın olduğu kibergigiyena. Burada da yazılıb, təşkilatın, fərdlərin iş şəraitinin, insan və botun təsiri ilə müxtəlif müdaxilə, istismar, təhdid hücumlarından müdafiə olunma məqsədilə müvafiq profilaktik tədbirlərin görülməsi, avadanlıq, cihaz, tətbiq etmələrdə müəyyən mütəmadi yenilənmə və təkmilləşdirmənin düzgün təşkilini öyrənən sahədir. Kibergigiyena dediyimiz kimi böyük, nəhəng formada olan şirkətlərə ən çox belə deyək ki, bir təsir göstərir. Aydın oldu. Yəni, biri var ki, məsələn, belə deyəm də, 1 manatlıq şey üçün getmir də bu. Bildiniz necə? 5 manatlıq, 10 manatlıq nəyisə ələ keçirməyə çalışır. Yəni, yüksək hədəfi olan bir zərər vericidir də, belə deyək. İndi kibergigiyena təbii ki, bu komponentdə ümumi, məsələn, yazıb, eyni strukturun şirkətin sistemində və ya verilənlər bazasında necə tətbiq oluna biləcəyini artıq görmüsünüz. Kibergigiyenanın bu komponentlərini ümumiləşdirə bilərik. Yəni, sistemlərə və verilənlər bazasının nəzarət anlayışı var. Bir də istifadəsinin girişinin idarə olunması var. Fikir verirsiniz. Biri var, ümumi sistemə nəzarət. Bir də var ki, istifadəsi girişinin idarə olunması nəzarət. Bunlar ayrı-ayrıdır və bunlara nə deyirik biz? Yazıb, məxfi və həssas məlumatlar xüsusi qayğıya və əlavə olunma qorunma mexanizminə ehtiyac duyulur. Burada SOAR və ya SIEM həllərinin istifadəsi məqsədə uyğundur. Hansı ki, təhlükəsizliyin avtomatlaşdırılması, təhlükəsizlik orkestrasiyası, bunların avtomatlaşdırılması, lazım olanda, belə deyək də, vahid mərkəz üzərindən idarə olunma, müşahidə eləmə, bunu SOAR həlləri həyata keçirir. Amma bu birisi nə iş görür? Bu birisi yazıb hadisələrin idarə olunması, məlumatların təhlükəsizlik fəaliyyətinin əməliyyat imkanlarının sadələşdirilmiş görünüşünü təklif edərək təhlükəsizlik tədbirlərini effektiv şəkildə araşdırmağa və onlara cavab verməyə xidmət edir. Bu, ümumi vahid mərkəzdən, vahid interfeysdən nəyisə müşahidə edir.
anlayır, qərar verir. Bu amma nəyisə araşdırır, belə deyək, təklif edir, təhdidləri aşkarlamağa çalışır. Bu onun işi görür. Aydın oldu. Bu böyük bir rolda çıxış edir. Bu amma kiçik olaraq nəyisə araşdırır, tənzimləyir. Yəni CM həllər. Elə yadda saxlaya bilərsiniz. Dediyim kimi sual həllər böyük formalı nəyisə araşdırmağa aparır. Yəni müşahidə edir. Amma CM həllər daha kiçik formada araşdırma aparır, təhlükəsizlik yəni təmin edə bilir. Gəldik fərdi məlumatların qorunması. Şəxsə aid məlumatların, yəni hansı ki ad, soyad, fin, telefon, ünvan, e-post, biometrik məlumatlar və s. qanunsuz toplanmasının, istifadəsinin açıqlanması və yayılmasının qarşısının alınmasıdır. Fərdi məlumatların qorunmasının əsas məqsədləri şəxsin özəl həyatına hörmətinin təmin edilməsi, məlumatların yalnız qanuni və məqsədə uyğun şəkildə istifadə, məlumatların təhlükəsizliyi saxlanması, şəxsin öz məlumatları üzərində nəzarət hüququnun qorunması. Burada artıq fərdi məlumat dediyimiz, yəni tək şəxslərdən söhbət gedir. Yəni korporativ deyil də. Məsələn, bayaqçı korporativdir. Korporativ o demək ki, yəni ümumidir. Bildiniz hər hansısa şirkət mi deyək, tutaq ki, nə bilim bir təhsil müəssisəsi mi deyək və s. Burada amma fərdi olaraq yanaşır. Gəldik şifrə təhlükəsizliyinə. Çox vacib məsələdir bu. Hətta bəziləriniz bunu şeydə gördünüz də yoldaşlar, sizi qeydiyyatdan keçirəndə imtahana. Orada artıq şifrə məsələn, əvvəl belə idi ki, əvvəllər məsələn, tutaq ki, mən parol yazıram. Məsəl üçün də, tutaq ki, atıram, kiməsə parol yazıram. Məsələn, əvvəl yazırdım ki, tutaq ki, Vüsal, düzdürmü? Məsələn, 1999, düzdür. Bu, əvvəllər bəlkə də etibarlı parol ola bilərdi. Amma indi elə deyil. Bu sənə indi artıq məcbur eləyir ki, parol yazanda böyük hərfdə olmalıdır, kiçik hərfdə olmalıdır, rəqəmdə olmalıdır, hətta müxtəlif işarələr də olmalıdır. Aydın oldu. Yəni, şifrə təhlükəsizliyinə mütləq nəzər yetirməliyik. Hətta mən sizə deyim ki, qəbulda, yəni bu mövzuyla bağlı bir dənə sual düşəcək. Şifrə təhlükəsizliyinə bağlı sualın da düşmə ehtimalı daha çoxdur. Yadda saxlayaq bunu. İndi burada yazıb, güclü şifrənin xüsusiyyətləri. İndi buranı oxumaya da bilərsiniz yoldaşlar. Konkret bilin ki, güclü şifrə olması üçün böyük hərf, kiçik hərf, rəqəm və müxtəlif işarələr ola bilər. Məsələn, mən istəyirəm sizə bir qəbul sual göstərim, hansı ki, dövlət qulluğuna düşür. Şifrə məsələsi ilə bağlı sualdır. Məsələn, burada 4-cü sual. Sizcə bunun cavabı nə olur? Bizə deyir, hansı daha etibarlıdır? Yəni, digərinə nəzərdir. D olar. Düzdür müəllim. D. Bəli, dadaşdır. Bay yoldaşlar, bəzi tələbələr elə düşünür ki, bu B bəndi var, you don't get my password. İngiliscə nə yazılır, baxın. Bəzən tələbələr düşünürlər ki, bu ingiliscə nədir? Bu bunu yəni götürə bilər də güclü parol, etibarlı parol kimi. Amma ona heç vaxt elə baxmaq olmaz, ha. Qətiyyən aldanmayın, ha, elə şeylərə. Aydın oldu. Heç vaxt elə şeylərə aldanmaq olmaz. Yəni, güclü parol olması üçün mən dediyim qaydaların hamısına riayət eləməlisiniz. Böyük hərfdə olmalıdır, kiçik hərfdə olmalıdır, rəqəm də olmalıdır, işarə də olmalıdır. Bəs mənim 16 simvol deyir. Axı, burada elə deyil. Yox, deyir ki, yəni şey olaraq belə deyir də, nətər deyim, bir yəni Yəni 12-dən aşağı 16-dan da çox olmamalıdır. Yox, yoldaşlar, elə deyil. Bir dənə qulaq asın. Burada elə deyil. Biz bunu özümüzdə də yazmışıq. Yəni götürüb. Bu elə bir ki, belə deyim də sizə, nətər deyim ki, bir şey kimi də məsləhət görür də, yəni məsləhət görür ki, 12-16 simvol arası yaza bilərsin. Bildiniz? Onsuz dibin şəxsi kabinetində də elədi, görmədiniz bəs. Çoxunuzu qeydiyyatdan keçirdim. Fikir vermədiniz orada 12 simvol deyirdi. Məhdudiyyət var idi. Minimum 12 simvol ola bilərdi. Olmalı idi daha doğrusu. Aydın oldu. 12-dən aşağı yazanda error verirdi, xəta verirdi. Yəni orada müəyyən bir limitlər var da, bildiniz nə demək istəyirəm. Düzdür, optun hər yerdə elə deyil. Məsələn, dimin şəxsi kabineti elə məhdudiyyət qoymuşdu. Çünki o məsləhət elə görünür. Aydın oldu. Onu özləri qoydu. İndi orada IT mütəxəssis kimdirsə o elə təyin edib. Bildiniz nə demək istəyirəm? Müəllim, həmin sualda A ilə S-nin D-dən fərqi nədir? Nəyin? Başa düşmədim. A və S variantlarının D-dən fərqi A-da nədir? işarə yoxdur axı. Həm də böyük hərf yoxdur.
Ay yollar, siz fikir vermirsiniz bəs. Deyirəm ki, böyük hərfdə olmalıdır, kiçik hərfdə olmalıdır, rəqəmdə olmalıdır, hər hansısa bir minus işarəsi də olmalıdır. Məsəl üçün, yəni bir işarə olmalıdır. Aydın oldu. Hamısına fikir Tamam. verməlisiniz. Hamısı olmalıdır. Hamısı olmasa, deməli o etibarlı parol deyil. Yadda saxlayın. Bildiniz? Sonra qabaqda bir dənə belə bir sual yazmışam. Qocam hardadır? Onu özüm yazmışdım o sualı. Deməli, məsələn bu 32-ci sual. Cavab nə olacaq burada? Y variantı. Variantı. 100%. Bildiniz? Y variant. Böyük hərf, kiçik hərf, işarə, rəqəm. Yəni bunların hamısına nəzər yetirilməlidir. Bildiniz nə demək istəyirəm? Hamısına nəzər yetirilməlidir. Çünki əks təqdirdə digərləri olmayacaq. Aydın oldu. Yəni maksimum dərəcədə buna diqqət yetirmək lazımdır. Yaxşı, bu da belə. Bu parol məsələsini bildiniz, şifrə təhlükəsizliyi anlayışını. Ya düşəcək ya sual. Bunu görəcəksiniz. Hə, gəldi indi nəyə? İnformasiya təhlükəsizliyi nədir? Biz bunu dedik. Düz biz bunu bir dənə burada tərif kimi qeyd eləmişəm mən. Ki, hansı ki, yəni təhlükəsizliyin pozulması ilə bağlı tərif qeyd eləmişəm. Deməli yoldaşlar, informasiya təhlükəsizliyi zəncirinin ən zəif halqası olan insan istifadəsi faktoru və ona yönəlmiş təhdidlərdən ən çox yayılan 4 növü olan balıq ovu hücumu, güc tətbiqi hücum, zərərverici yoluxdurma, sosial mühəndislik hücum barədə məlumat verilərək onlardan qorunmaq üçün qaydalara riayət etmənin vacib olduğunu bildiriləcək. İndi onlara gəlin nəzər yetirək. Deməli, 4 dənə əsas hücum var ki, onlardan qorunma qaydalarını izah edəcəyik. Plus o hücumlarla bağlı ümumiyyətlə görək bunlar nə hücumudur, nə işə yarayır. Birinci phishing hücumudur. Birinci bundan danışacağıq hələlik. Deməli yoldaşlar, phishing hücum nədir? Hətta bunun növləri var ha. Bunlarla bağlıdır. Mən vermişəm burada, qeyd eləmişəm. Phishing hücum, fish nə deməkdir? Balıq. Balıq ovu deməkdir və qlobal şəbəkədə balıq ovunun xatırladan fırıldaqçılığın bir növüdür. Yəni kiberdələduzluğun xüsusi növü olan phishingdə istifadəçiləri aldatma yolu ilə şəxsi məlumatları ələ keçirməyə çalışırlar. Yəni belə ki, fırıldaqçı, fisher deyilir buna, sizi ilkin baxışda əsli ilə eynilik təşkil edən, amma saxta fake olan hər hansı internet resursuna yönəltməklə sizin həmin səhifədəki bütün əməliyyatlarınızı izləməyə nail olur. Bu da sizi necə yönəldir? Tutaq sən link atır, deyir ki, məsələn bu linka gir orada, məsəl üçün nə bilim, tutaq ki, Temudan 10% indirim var bu paltara. Onunla da məhv oldum. Aydın oldu. Yəni burada təbii ki, o aldatmanın növləridir elə ki. Aldatmanın növləri çoxdur. Hamısını deyəcəyik burada. Bu məlumatlar sizin adınız, soyadınız, doğum tarixiniz, ID nömrəniz, e-mail ünvan, şifrə, məxfi sual cavab, bank hesabı, IP ünvan, lokasiya və s. Bu məlumatlar ola bilər. Hətta mən sizə bir söz deyim yoldaşlar. Bəzən görmürsünüz, Instagramda sən adı və səhifə açırlar, hətta profillərə sənə öz şəkil yerləşdirirlər. Sən də götürüb yazsan ki, bu mənim səhifəm deyil, bunu blok edin hamınız. Elə deyil. Yəqin ki, navası kiminsə başına gəlib də. Gəlməsə belə də. Görmürsünüz. Onu siz necə eləyirlər? Daxil olur sənin səhifəyə, papdurdur elə bir ki, Instagramda daxil oldu. Ən azından ad soyad yazılır axı çox vaxt. Məsələn, mən öz ad soyadımı yazmışam. Hamı görür gələn kimi. Mənim ad soyadımdan istifadə edib yazır. Özünə səhifə açır Instagramda. Bildiniz. Profil şəklim də var. Götdü yerləşdirdik. İndi götürüb yerləşdirəndən sonra biz sizə eləyir. Sən yazır ki, bu mənim yeni səhifəmdir. Güya ki, mənəm də bildiniz nə demək istəyirəm. Mənim yeni səhifəmdə takib et zəhmət olmasa. Bir də səni götürüb orada yazır ki, yollarsan. Bəs bu dəqiqə mən tutaq ki, belə deyim də, mən vacib 20 manat lazımdır. Kart atıram, bir dənə 20 manat göndər, mən sizə axşam qaytaracam. Halbuki sən deyilsən, heç bu. Bildiniz nə demək istəyirəm. Bunlar hamısı aldatma yollarıdır. İndi spear phishing var. Aldatma yollarının hamısını deyirəm. Spear phishingdə nədən istifadə olunur yollarsa? Bu texnikada e-post adi phishingdə olduğu kimi. Deməli burada aldatma yolu nədəndir? Aldatma yolu e-post üzərindədir. İndi bu da asan yollar deyəcəm sizə.
Məsələn, spear phishingdə aldatma e-post üzərindən baş verir. Amma phishingdə voice phishing var ha. Burada isə aldatma telefon zənginindən istifadə olunur. Bax, bu telefon söhbət şeydə var idi. Gözüm deyim harda düşmüşdü. Deməli, ayın 18-də DIM sınağa salmışdı bu sualı. Səhv eləmirəmsə. Ya da model sualda var idi. Amma 100% var idi ha. Bax, 100% deyirəm ki, ya DIM sınağındaydı. Qocam onu tapacam indi. Onu yükləmişdim bura bir dəqiqə. Keçən sınağa da salmışdılar. Hansısa müəllim salmış sınağa. İzahını vermişdi orada özdə. Gözüm bir Müəllim dəqiqə. phishing Orada Vişiv'di. Telefon söhbəti var idi orada. Qocam o suallardaydı. ümumi sınav imtahanı getdin deyirsiniz. Ha, oradaydı. Ay sağ ol. Ha, oradaydı deyəsən bir dəqiqə. Orada Gözür dənə. Qocam odur. O olmalıydı məncə bir dəqiqə. Tələblər çox soru. Yo, buydu ki. Yo, bu değildi, yo. Hücumlar zamanı serverə xidmət tələbi ilə çox sayda sorğular göndərir. Hücum məqsədi veb sayt. Yo, bu bayaq dediyimiz şeydir. Deməli, DOS hücumdur bu. Yo, bu değildi. Bu değildi. Ama şeye düşmüştü. Ya din sınavdaydı ya da modele düşmüştü. Yani ikisinden birinde vardı. Bu dakika bilmiyorum haradadır. Neyse tapsam göstereceğim onu size. Derslerin birinde. Ama var idi. Yani orada deyirdi ki telefondan istifadə edir. Yəni telefonla istifadə edən belə deyək ki, o təhlükəli vəziyyət yaradan təcavüzkar phishingdir. Amma e-post deyirsə bu spear phishingdir. Hərəsində bir yadda saxlama üsul deyirəm, yadda saxlayın, yaxşı mı? Sonra pop-up phishing. Bu nədir? Deməli yoldaşlar, bu yazıb ki, bu da asan bir şeydir, hətta biləcəksiniz. Yazıb ki, sizi alladaraq kilikləmək üçün ekrana şey gətirir, pəncərə asır. Asılan pəncərədən istifadə eləyir. Elə bil ki, təsəvvür edin bir sayta girirsiniz, o reklam xarakterli şey gəlir, pəncərə asılır, görmürsünüz heç. Yəni, çox hallarda görürsünüz də. Bu deyir ki, bundan istifadə eləyir. Yəni, sən o asılan pəncərədən istifadə eləyir, təhlükəsizliyi ilə bağlı problem və ya başqa bir problem haqqında asılan pəncərədən istifadə edir. Daha sonra zərərli proqrama çevrilən faylı endirməyə yönəldilirsiniz. Fikir verin ha. Yəni o pəncərə açılır ha. Hansı ki o pəncərəyə daxil olursan, bəzən heç daxil olmaq istəmirsiniz. Hətta kənardan X-ə vurub çıxmaq istəyirsiniz, çıxa bilmirsiniz. Yəqin ki rast gəlmişsiniz belə hallara. Çünki o səni təhlükəli vəziyyətə aparmağa çalışır da bildiniz. Nəyisə endirməyə çalışır. Hətta bəzən fikir vermisinizsə, endirmə işarəsi gəlir, yanıb sönür. Sən məcbur edir ki, orada nəyisə endir də faylı və s. Sonra Wailing, Balinovu. Mən də yoldaşlar, bunu belə də yadda saxlaya bilərsiniz. Balinovu sırf nə üçündür? Balina, o bayaqçı dediyimiz kibergigiyena vardı. Hansı ki şirkətlər, böyük, nəhəng formada olan şirkətlərindən, təhsil müəssisələri və s. Bunların, belə deyək də, o təhlükəsizliyini qorumaq üçün, düzdürmü? Balinovu sırf hansı ki böyük bir şeylərə hədəf alan hücumlardır. Aydın oldu. Yəni, yüksək səviyyəli bayazım. Yüksək səviyyəli bir idarəsini hədəf alan phishing hücumdur. Mən məsləhət görəm ki, belə yadda saxlayın. Balina harda olur? Hə? Okeanın dərinliyində olur da, düzdürmü? Bax, burada yazıb o şey. Dərin çıxışı var. Gördünüz? Balina, dərin. Elə yadda saxlayın bax. Aydın oldu. Yəni, daha, belə deyək ki, qiymətli məlumatları əldə eləməyə çalışırlar bunlar. Burada yazın. Növbəti domain spoofing var. Domain spoofing nədir? DNS saxtakarlığı. Bax, domain nə deməkdir? DNS. Hansı ki, saxta saytlar. Aydın oldu. Hətta mən səhv eləməmsə elə bir sual qeyd eləmişəm burada. Hangi oradaydı o? Haba, yazıb ki, yox, bir dəqiqə. Görüm oradadır. Ha, de buradadır bu. Yazıb ki, təcavüzkar, məsələn, həqiqi Trendyol saytını oxşayan saxta domen yaradaraq domen saxtakarlığı hücumunu həyata keçirəcək. İstifarəçilər sayta daxil olub hər hansı məlumat daxil etdikdə birbaşa ondan istifadə edə və ya başqasına sata bilən hakerlərə göndərilir. Bu fikrin aid olduğu variant. Domain spoofing. Çatdı. Yəni, sırf saytlarının əsən adından tutmaq olar. Yəni, domain sözündən. Sonra, man in the middle. MTM hücumlar. MTM hücum nədir? Vay yoldaşlar, adı da belədir, ortadakı adam hücumu. Deməli, bunun işi nədən ibarət? Bu nə eləyir?
ortada elə bil ki, belə izah edeyim də sizə. Yazıb ki, hacker iki nəfərin ortasına girir. Onlar arasında mübadilə edilən məlumatları, məsələn, hesab etimadnamələrini oğurlamağa çalışır. Elə bil ki, tutaq ki, mən sizinlə danışıram, hansısa tələbə ilə. Düzdürmü? Məsələn, ortaya bir kiber cinayətkar qoşulur, mənim danışdığım bütün məlumatları və ya sizin dediyiniz bütün məlumatları ələ keçirməyə çalışır. Aydın oldu. MTM hücum budur. Bax, belə yadda saxlaya bilərsiniz. M, ortada T. Ortadakı adam. Tuta bildiniz. Yadda saxlayın. Ortadakı. Bax, bura qədər oldu phishing hücum. Phishing hücumla bağlı məlumatlar. Bax, bura qədər. Phishing. İndi kəsirik cüz tətbiqi hücumlar. Bunlar asandır. Brute forcing. Görə bu nə üstündür? Brute force. Cüz tətbiqi hücumlar yollaşdır. Deməli, brute force əməliyyatı əslində bu da yaxşıdır. Brute force əməliyyatı sizin hər hansı hesabınıza, mailinizə edilən şifrələr toplusunun yoxlanması əməliyyatıdır. Bu bir sizin nədir? Məsələn, götürüb sənin, məsələn, bilir ki, sənin adın məsəl üçün, tutaq ki, atıram da, şeydir, nədir? Xəzərdir, düzdür. Götürüb yazır, məsələn, Xəzər, tutaq ki, maşınımın nömrəsini bilir ki, məsələn, 597-dir. Aydın oldu. Yəni, PUBG elə bir ki, bir sizi eləməyə çalışır. PUBG sənin sistemə girməyə çalışır. Məsələn, bilir ki, sənin adın Xəzərdir, soyadın Hüseynovdur. Düzdür. Yazır xezerhüseynov@gmail.com. Girdi Gmail-ə. Paroldakı təxmini fikirləşir ki, bunun adı Xəzərdirsə, soyadı Hüseynov. Bəlkə də bu Xəzər 597 maşın nömrəsini qoyub, ola bilməz ki, ola bilər də. O zaman hamımız elə qoyuruq da, yollar səni. Elə deyil. Ya maşın nömrəsi, ya nə bilim, tutaq ki, bayaq yazırdım, Vüsal 1999, ya təvəllüd və s. Yəni, brute forcing o şifrələri yoxlayır. Hansına daxil oldu da birbaşa gələcək sistemə. Bildiniz? PUBG şifrələr yoxlayır. Bunun işi bundan ibarətdir. Zərərverici yoluxdurma, malware injection bu nədir? Bu biz nədir? Bildiyimiz linklər. Yəni, link vasitəsilə sən link göndərir, daxil olursan, yəni nəyisə indirməyə çalışırsan, artıq bu təhlükəli bir vəziyyət yaradır. Aydın oldu. Bayazır. Hədəf şəxsə proqram, şəkil, musiqi, kino, hansısa sənəd adı ilə mail, yükləmə saytları, yükləmə keçidləri link vasitəsilə kompüterinizə zərərvericinin yükləməsinə nail olmaqdır. Zərərvericilər növlərinə görə müxtəlif olmasına baxmayaraq əsas məqsədləri informasiya oğurluğu olaraq qalmaqdadır. Fikir verirsiniz. Zərərvericilərin ən təhlükəli cəhəti yükləndikdən sonra özünü gizlətmək üçün özünü silərək başqa adla kompüterinizin yaddaşına saxlaması və bütün əməliyyatları arxa fonda gözə görsənmədən yerinə yetirməsidir. Kompüterinizə zərərvericinin yoluxması kompüterinizin üçüncü şəxslər tərəfindən idarə edilməsi və kompüterinizdəki məlumatları üçüncü şəxslərinin çıxışının mümkünlüyüdür. Bunun hamısı nə formada baş verir, yollaşar? Dediyimiz linklərlə baş verə bilir. Çünki kimsə sənə link göndərir, məsələn, bayaq dediyim kimi. Bu, hər hansısa dediyimiz kimi, məsələn, YouTube-dan musiqi də ola bilər. Aydın oldu. Amma halbuki elə musiqi yoxdur. O linki sənə göndərir. Sonra linkə daxil oldun var, sonra da məhv oldun. Bax, Telegramda gəlib, fikir vermişsiniz. Telegramda sənə şey göndərir. Bax, kimlərsə görübsə bilərlər. Telegramda sənə link göndərir. Aşağıda yazır ki, buyurun, şəkilləriniz. Görmürsünüz heç onu? Yəni, sənin şəkillərin. Halbuki link göndərib. Sonra linkə daxil oldun, həmin anda gələcəksən. Bildiniz? İndi müəyyən nəyisə ələ keçirməyə çalışacaq da. Aydın oldu nə demək istəyirəm? Bu belə. Bunlar belə. Sosial mühəndislik nədir bəs? Deməli, sosial mühəndislik lazım məlumatın əldə edilməsi üçün yalandan və manipulyasiyadan istifadə etməkdir. Bu, intruziyanın qeyri-texniki növüdür. Və əsasən insanların fikir verirsiniz. Burada artıq yoldaşlar, söhbət deyil, proqram falan, link falan söhbət deyil. Burada elə bir ki, bilirsiniz nə söhbətdir? Sənlə danışır, danışa-danışa səni anladır, ələ keçirməyə çalışır. Qarşılıqlı münasibətlərin əsaslanaraq insanları normal müdafiə prosedurlarını məhv etməyə sürükləyir. Aydın oldu. Elə bir ki, bu bizdə nə yaxşı. Ümumiyyətlə bu, mən sizə deyim ki, bəzi insanlarda var, həqiqətən də. Yəni, təsəvvürlə, ən çox da bilirsiniz kimdə var? Satıcılarda. Görürsən, tutaq ki, şey almağa, ayaqqabı almağa da. Ayaqqabıya baxırsan, bir də baxsan ki, alıb çıxmırsan hocam. Södə elə Allahdır da. Sosial mühəndislik. Aydın oldu. Sən elə danışır ki,
Yəni onunla da getdin. Ya bu da o deməkdir. Elə. Çünki yazı bax, insanların qarşılıqlı münasibətlərinə əsaslanır. Artıq burada yəni hər hansısa proqram deyil, link deyil, bu zərər verici bir format deyil. Aydın oldu. Düz indi burada təbii ki başqa formada deyil. Yəni mən sizə biraz lore dildə dedim də bunu. Bildiniz nə demək istəyirəm. Sonra növbəti nə var burada? Ən çox istifadə olunan sosial Bu bir dəfə qəbula düşüb dövlət qulluğuna. İndi qulaq asın. Yazırçı, zərər verən şəxs və ya sizin etibarınızı qazanmış virtual dostunuz sizi populyarlıq qazanmış saytlarda qeydiyyatdan keçməyə dəvət edə bilər. Belə hallarda xüsusilə diqqətli olun ki, zərər verən şəxs həmin saytın fikir verin ha, bir hərfini belə dəyişərək sizə saxta səhifə təqdim edə bilər. Elə burada edib də fikir verin. Bay yollasın. Normalda Facebook belə yazır da, düzdürmü? Bax burada üstünü. İndi fikir versiniz də bununla bunun fərqi nədir? Bir dənə baxın görəcəksiniz. O hərflərini sıfırla əvəz edib görürsünüz. Heç bəlkə də bəzilərimizin ağlına gəlmədi. Sonra göndərəcəyi sənə girdin ora. Elə onunla da getdin. Aydın oldu. Və ya buna baxın. Facebook L hərfi ilə əvəz edib bunu. Gördünüz? Yəni bu demək istəyir ki, bir hərf belə dəyişsə, o saxta səhifə sayılır. Aydın oldu nə demək istəyirəm? Bu sosial mühəndisliyə aid. Bu bir dəfə düşüb qəbula dövlət qulluğuna. Yəni deyir ki, orada şəxs sənə bunu göndərsə, bu nəyin pozulması adlanır? Sosial mühəndisliyin. Aydın oldu. Yadda saxlayaq. Sosial mühəndisliyin pozulmasıdır. Gəldik mobil təhlükəsizlik. Mobil cihaz təhlükəsizliyi. Mobil cihaz nə deməkdir? Yəni telefonlarımız. Görək burada nədən söhbət gedir? Mobil təhlükəsizlik üçün ən qabaqcıl təcrübələr. Deməli yoldaşlar, az qalıb yekunlaşdırırıq artıq. Mobil təhlükəsizlik üçün nə etmək lazımdır? Güclü parol və biometrik autentikasiya üsullarından istifadə etmək lazımdır. Məlum məsələdir, yəni paroldur, digər barmaq izi, üz tanınma və s. Proqram təminatını yeniləyin yazıb. Təhlükəsizlik proqramını quraşdırın ki, telefonlarda avtomatik olur bəzən və ya bəzən quraşdırır. Şifrələməni aktivləşdirin. Yəni telefona parol qoyun. Aydın oldu. Tətbiq etmə icazələrinin idarə olunmasına ehtiyatlı olun. Bu nə deməkdir tətbiq etmə icazələri? Onu bilirsiniz. Bu ilk dəfə telefon alanda da gəlir. Fikir vermişsiniz. Məsələn, şəkillərə girirsən, yazır ki, izin vermə, izin ver və ya kullanırkən izin ver. Fikir vermişsiniz o şeylərə. Və ya MyGov-a falan girəndə Sima imza üzərindən yazır ki, izin ver, yoxsa izin vermə. Sonra seçsən ki, ya izin vermə, ya da izin ver. Aydın oldu. Bu demək istəyir ki, telefona proqram endirəndə orada yəni diqqətli ol da, bu ola bilər ki, sənin məxfi məlumatları belə keçirə bilər. Bildiniz? Müəllim, o şəkilləri daha çox başqa proqramlarda istifadə etmək üçün soruşmur. Mən məsəl üçün şəkil verirəm də, proqram da ola bilər, nə bilim, video da ola bilər, telefon kontakt nömrələri də ola bilər. Aydın oldu, ümumiyyətlə deyirəm, yəni parollar da ola bilər hətta. Orada ən çox parollarda gəlir. Məsələn, mən bayaq girdim, MyGov-a girdim, parolu dəyişdirdim. Mən yazdım ki, orada Simadan girmək istəyirdim. Mən yazdım ki, izin ver, yoxsa izin vermə. Mən dedim ki, izin ver. Çünki birbaşa girmək istəyirəm. Simadan birbaşa MyGov-a daxil olmaq istəyirdim ona görə. 2 saat bundan qabaq elədiyim bir şeydir. İndi o müxtəlif formada ola bilər, o baxır da. Yazıb ki, yoldaşlar, ictimai Wi-Fi-dan istifadədə ehtiyatlı olun. Bax, çox vaxt gələn kimi kursa soruşursunuz ki, müəllim, kursun Wi-Fi var. Bəlkə o sənə əks eləyəcək. Bəlkə kursun Wi-Fi ilə quraşdırıblar ki, sizin şəxsi məlumatları bizələ keçirir. Hə? O dəqiqə soruşursunuz ki, kursun Wi-Fi var. Hələ restorana girirsiniz, restoranda Wi-Fi soruşursunuz. Görürsünüz bax, deyir ki, ictimai Wi-Fi-dan, ictimai nə deməkdir? Yəni, kənar yerlərdə Wi-Fi-yə qoşulursunuz. Aydın oldu. Demək istəyir ki, bunda ehtiyatlı olun. Sonra, məlumatların ehtiyat nüsxəsini çıxarın, backup. Hansı ki, yazıb, bulut xidmətinə və ya xarici cihaza nüsxələyin. Bulut xidməti nədir? Google, iCloud-dur, Google Drive və s. Xarici cihazdakı, nə bilim, digər telefon və ya nə bilim, flash kart falan da ola bilər. Bulvardakı pulsuz Wi-Fi, belə o da ola bilər. Uzaqdan izləmə və silinməni aktivləşdirin. Bunu bilirsiniz də, indiki müasir dövrdə daha çox istifadə olunur. Bilirsiniz niyə? Çünki valideyn ən çox da, məsələn, tutaq ki, 6-da oxuyan uşaqdır. Məsələn, gedirsə ya, məşrəbə və ya oradan çıxıb gedir idmana. İndi valideynə bunu özünə qoşur ki, 11 sizi yoldaşlar. Valideyn özünə qoşur ki, görün bu həqiqətən nara gedir. Onu bilirdiniz, telefonu aktiv eləmək olur, hə? Mümkündür.
Sonra növbəti nə var? Yazıb özünüzü maarifləndirin. Bu cür yaxşı olmadı bu. Bura qədər hər şey yaxşı idi. Özünüzü maarifləndirin necə? Yəni təhlükəsizliklə bağlı məlumatlar əldə etməyə çalışın, nə bildiniz? Fırıldaqçılığın qurbanı olmayın. Onu demək istəyir. Və növbəti 2 faktorlu autentifikasiyadan 2FA istifadə edin. Bunu bilirsiniz, telefonlarda da var. Adi WhatsApp'da, Instagram'da. 2FA şeydə yoldaşlar. 2 faktorlu autentikasiyadır. Nədir o? Yəni sən WhatsApp-a girmək üçün belə parol qoyursan ki, hətta o parol tez-tez gəlirsən, o parol yazmadan WhatsApp-a girə bilmirsən. Onu görmürsünüz, 6 rəqəmli parol olur. Bilmirəm, istifadə edirəmsiniz ya yox, aktivləşdirmək olur amma. Aydın oldu. Yəni 2FA-nı aktivləşdirin ha, Instagramda, Telegramda. Çünki son vaxtlar bu təhlükəsizlik rejimi onsuz demək olar ki, pozulur. Gəldik Wi-Fi təhlükəsizliyi. Bu şeyə düşmüşdü. Wi-Fi təhlükəsizliyi bilirsiniz harada düşmüşdü. Deməli, ya Dimilsin ağrınadı, ya da modeldə idi. Elə suallardan biri buydu. Wi-Fi təhlükəsizliyini artırma məqsədilə bir sıra tədbirlər görülməlidir. Nədir o? Wi-Fi-nin adını gizlətmək. Bunu bilirsiniz yoldaşlar. Evdə Wi-Fi-nin adını gizlətmək olur. Təbii ki, IP adresdən istifadə edilib olur. Wi-Fi adını gizlədə bilərsiniz ki, yəni o şeydə görsənməsin də. Burada hansı ki Wi-Fi-lara girdiyi, düzdürmü? O ad burada görünməsin. Sonra Wi-Fi-nin şifrəsi, yazıb mürəkkəb kombinasiyadan istifadə edin, məlum məsələdir. Sonra VPA3 istifadə edin. VPA3 nədir? Bunun qorunmuş ən son versiyasıdır. Sonra MAC ünvan filtrasiyası. İndi buna bağlı sizə sual göstərəcəm. MAC ünvan filtrasiyası yazıb simsiz routerdə MAC ünvan filtri qura bilərsiniz. Bu, yalnız müvafiq MAC ünvanlara sahib cihazların şəbəkəyə qoşulmasını təmin edir. VPN istifadəsi. VPN yoldaşlar, düzdür, VPN-i də haradasa bəlkə də təhlükəli vəziyyətlər üçün istifadə edə bilirlər. Kimsə saxta VPN-lər düzəldə bilirlər axı. Amma yazıb ki, internet trafikinizi şifrələyərək gizli və təhlükəsiz bir şəkildə fəaliyyət göstərə bilərsiniz. Sonra təhlükəsizlik, yəni firewall tədbirləri görülməlidir, yəni təhlükəsizlik tədbirlərini quraşdırmaq lazımdır. Qurğu proqram təminatını yeniləmək lazımdır. Şəbəkə təhlükəsizlik təcrübələri və qonaq şəbəkələr. Qonaq şəbəkələr hansı ki, yəni əlavə kimsə qoşula bilirsə, onlara belə deyək ki, yəni da o qonaq şəbəkə nə demək? Yəni kənardan qoşulan da aydın oldu. İndi qulaq asın. Bununla bağlı bir sual göstərəcəm sizə. O burada var. Hətta mən o sual kimi yazmışım. Bir dəfə qəbul olacaq o sual. 36-cı sual. Deyir Wi-Fi təhlükəsini artırma məqsədilə görülən tədbirlərə aid olanları seçin. İndi bir var idi. Şəbəkə adı gizliliyi, CC adlanır. C variantıdır mı? HTML yoxdur. Web yox idi. VPA3 var. Təhlükəsizlik divarı var. Bir də qonaq şəbəkə var. 1, 4, 6, 7. C variantı. Aydın oldu. Belə bir sual düşə bilər. Hətta dediyim kimi düşür. Xatırlamıram harada düşmüş, amma var idi 100% bildim. Sosial media təhlükəsizliyi. Sosial media yoldaşlar. Əslində məlum məsələdir. Yəni hansı ki sosial şəbəkələrdən söhbət gedir. Yazıb sosial media platformalarının inkişafı bizim ünsiyyət, məlumat paylaşma və digərlərlə əlaqə qurma üsulumuzu tamamilə dəyişərək bir inqilab yarattı. Bununla belə rəqəmsallaşma inkişaf etdikcə onlayn mövcudluğumuzla bağlı potensial risklər də artır. Əslində bunu düz deyir. Fərdi məlumatların qorunması və rəqəmsal təhlükəsizliyin təmin edilməsi bugünkü əlaqəli dünyada olduqca vacibdir. Fərdi məlumatları qorumaq o demək ki, yəni fərdi məlumatları ehtiyatsız paylaşılması dəhşətli nəticələrə gətirib çıxarda bilər. Hansı ki, identifikasiya məlumatlardır, digər nə bilim məxfi məlumatlardır bu qaydada. Çünki sosial mediada bu vacib məsələdir yoldaşlar. Sosial mediada hətta yazır ki, təhlükəsizliyi təmin etmək üçün tam ad, doğum tarixi və ünvanınız kimi fərdi məlumatların paylaşılması hallarını məhdudlaşdırın. Fikir verirsiniz. Yəni demək istəyir ki, sən bunları paylaşma da. Sosial mediadakı postlarınızı və məlumatlarınızı kimin görə biləcəyinə nəzarət etmək üçün hər platformada məxfilik parametrlərini və tənzimləmələrini nəzərdən keçirin. Bunu eləmək olur, mümkündür. Tanış olmayan və ya şübhəli hesablardan gələn dostluq sorğularını qəbul edərkən ehtiyatlı olun. Fikir verirsiniz. Yəni hansı ki, kimsə sizə şey göndərir, takip. O mənada demək istəyir. Sonra yazıb postlar yerləşdirərkən ehtiyatlılıq,
nə bilim, şifrələrin gücləndirilməsi, iki faktorlu autentifikasiya. Yəni bayaq olan şeylər eyni ilə burada da qeyd olunur. Aydın oldu. Şübhəli linklər və mesajlara qarşı ayıq-sayıqlıq. Bildiniz. Bax, burada da eyni şeyler. İndi bayaq dediyimiz şeyləri də yoldaşlar. Bir də bunların üzərindən keçmirəm. Yəni bayaq düz biz onu ümumi demişdik bayaq. Amma burada sırf sosial medya üzərində bunları qeyd edib. Deməli, informasiya təhlükəsizliyi mövzumuz bura qədərdir. Ümid edirəm ki, düşə biləcək suallar bunların içərisində olacaq. Yəni, çünki maksimum ədəbiyyat siyahısına etsəm ona uyğun yığmağa çalışmışam. Fərqli bir şeyin düşmə ehtimalı yoxdur.